Ərazisinin 80%-i hündür dağlar təşkil edən Kəlbəcər hər fəsildə fərqli görkəm alır. Ona görə hansı fəsildə Kəlbəcərə gəlməyinizdən asılı olmayaraq, o sizi özünə valeh eləyəcək. Siz ona ilk baxışda aşiq olacaqsınız. Çünki bura füsunkar təbiətə sahib Kəlbəcərdir. Təbiət bütün gözəlliyini sanki xüsusi olaraq bizə nümayiş elətdirirdi. Sanki bu anları yaşamaq üçün vaxtı düzgün planlayıb gəlmişdik. Əslində isə hər şey təsadüfi idi. Amma məşhur bir fəlsəfədə deyildiyi kimi, təsadüflər təsadüfi olmur. Belə bir gözəl mənzərəni Azərbaycanda Kəlbəcərdə görə bilərsiniz. Qışda bura nağıl kimi olur və bu nağılı izləməkdən, onu seyr eləməkdən adam doyulur. Ağappaq rəngə boyanan, günəş şüaları altında par-par parıldayan örpəyə bürünən Kəlbəcərin havası nə qədər havalı olsa da, göz qamaşdıran mənzərəsi insanı ofsunlaya bilir. Bu gözəlliyi görüb heyran olmaq üçün hər gün onun ayağına gəlmək, ona tamaşa eləmək və bu tamaşadan həzz almaq istəyirsən. Burada təbiət möcüzələr yaradır.